Salam əziz izləyicilər, əziz məntiqsevərlər. Bugün mən sizlərlə Elsəvər Vəliyevin 6-cı siniflər üçün nəzərdə tutulan riyaziyyat və riyazi məntiq hissələrindən izahları paylaşacağım. Leqisi 16-dan başlamaq istəyirəm. Çünki şagirdlərimə oradan-buradan işlətdiyimə görə, yəni ardıcıl olaraq işlətmirəm və Leqisi 16-yı işlədirdik və izahlarını həm sizlərlə, həm şagirdlərimlə paylaşmaq üçün çəkirəm. Deməli, birinci sualımızda deyir ki, riyaziyyat hissəsidir. Birinci sualımızda deyir ki, verilən ədədlərin modasını tapın. Biz bilirik ki, moda nə deməkdir? Moda ədədlərin ən çox təkrarlanan ədədlərin istəyir bizdən. Burada da mən bilirəm, görürəm ki, məndə ən çox təkrarlanan ədədlərdən biri 2-dir. Düzdürmü? 3 dəfə təkrarlanır. Deməli, həmin bu ədədin, sıranın modası 2 A variantı olacaq. İkinci sualda. Deyir, kör bucağın ən kiçik natural qiyməti ilə iti bucağın ən böyük natural qiyməti arasındakı fərq necə olar? Kör bucağın ən kiçik natural qiyməti. Kör bucaq 90 dərəcədən böyük olduğuna görə 90 dərəcədən böyük ən kiçik ədəd 91-dir. Düzdürmü? Və iti bucağın ən böyük qiyməti. İti bucaq 90 dərəcədən kiçik olduğuna görə ən böyük qiyməti 89-dur. Və mənə deyir ki, bunların arasındakı fərqi tapın. Bunlar arasındakı fərq olacaq 2 B variantı. Üçüncü sualda deyir, tənliyi həll edin. İlk öncə biz mötərizənin kənarındakı vuruğu mötərizənin daxilinə vururam. 2 vurulsun 2 də x çıxılsın 2 bərabərdir 3. Bu 2'lər gedəcək. X minus 2 bərabərdir 3'ə. X da bərabərdir 5 D variantı. Dördüncü sualda deyir, bölünənin natamam qismət qalıq. Bölünəni tapın. Bölünəni tapmaq üçün 10k üstəgələk 7 bərabərdir. Natamam qisməti vururam bölənə, üstə gəlirəm k plus 1'i. Eləyəcək 10k üstəgələk 7 bərabərdir 10k boyu eləyəcək. 1k da buradadır, bərabərdir 11k üstəgələk 1. Onu digər tərəfə keçirəndə nə olacaq? K bərabərdir 6'ya. K bərabərdir 6'dırsa, məndən nə istəyir? Bölünəni istəyir. 10k üstəgələk 7. Onu 6'ya vururam. 60, üstə 7 gəlirəm. 67 B variantı. 5-ci sualımızda. 5-ci sualımızda deyir ki, hesablayın. Yəni bizə ifadə verilir və cavabını istəyir bizdən. Mən bunu hesablamaq üçün ilk öncə mötərizənin içərisini tapmalıyam. 5 tam 3'də 1 eləyəcək. Bu da 3'də 16 kəsirini verir. Bölək. 1'dən 3'də 2 çıxanda 3'də 1 qalacaq. Düzdürmü? 3'də 3'dən 3'də 2 çıxar. Və kəsiri bölək şəklində saxlamıram. 3, 1. Bu da bərabər eləyəcək 16 D variantı. 6-cı sualda. Bu hasilin deyir, 9'a bölünməsindən alınan qalığı tapın. İlk öncə siz mənə deyin görüm. 6-cı sualda. 19.509'a bölünmə əlaməti budur ki, rəqəmləri cəmi 9'a bölünən ədədlər 9'a qalıqsız bölünür. Birinci ədəddə 19.587'də rəqəmləri cəmi neçədir? Rəqəmləri cəmi 10, 15, 23, 30. Düzdürmü? 30'u 9'a böləndə burada qalıq 3 alınacaqmı? Bir də toplayaq. 10, 15, 23, 30. 30'u 9'a böləndə qalığımız 3'dür. Bax, bu qalığı aşağısına yazıram. Növbəti sualda 10, növbətimiz ədəddə 10, 19, 26, 32. İndi 32'yi 9'a böləndə düşəcək qalıq nə? Ən sonda 27'dirsə 32'dir. 5.
Qalıq 5-dir, düzdürmü? Aha. İndi məndə deyir ki, qalıqların mən hasilini tapmalıyam. 3 vuraq 5 bərabərdir 15. İndi bu 15-i 9-a bölürəm, görüm qalıq neçə düşəcək. 15-i 9-a böləndə 1 düşəcək. Qalıq da qalacaq 6. Bəli. B variantı. Bu tip misallarda hansı ədədə bölünürsə bölünsün. İlk öncə baxın görün həmin ədədə bizim hasilimizdə verilən həmin ədəd 9-a bölünəndə məsələn qalıq neçə alınırsa, sonra qalıqların hasilini yenidən 9-a bölürsünüz. 7-ci sualda deyir, sinifdəki qızların və oğlanların birlikdə sayı 63-dür. Qızların sayı oğlanların sayından 2 dəfə çox olarsa, qızlar olsun 2x, oğlanlar olsun x. Və bu 3x-in cəmi 63-dür. X bərabərdir 21-ə. Neçə qız var deyirsə 42. A variantı. 8-ci sual. Aşağıdakı variantlardan hansında 120 ədədinin sadə vuruşlara ayrılışı düzgün verilmişdir? 120 ədədini vuruşlara ayıraq. 2-yə 60, 2-yə 30, 2-yə 15, 3-ə 5, 5-ə 1. 2 üstündə 3, 3 vuraq 5. A bəndində cavabımız düzgün göstərilir. 9-cu sual. 9-cu sualda deyir ki, qarşılıqlı sadə ədədlər cütlüyünü göstərin. Uşaqlar, qarşılıqlı sadə ədədlər nədir? Qarşılıqlı sadə ədədlər heç bir ortaq böləni olmayan ədədlər deyilir. Yəni burada cavabımız olacaq A variantı. Çünki 13 ilə 52-də elə 52 13-ə bölünür. 17 ilə 51-də 51 17-yə bölünür. 13 ilə 91-də 91 13-ə bölünəcəkdir. 9-cu sualda 14 ilə 41 sadə ədədlərdir. Həm də qarşılıqlı sadə ədədlərdir. Sonra 10-cu sualda çıxılanla fərqin cəmi 60-dırsa, azalan fərqdən 5 dəfə çoxdursa, 5 fərqdirsə, çıxılanı tapın. Bax, mən bu azalanın yerinə çıxılanı tapın deyir də, azalanın çıxılsın, çıxılan bərabərdir fərqə. Düzdürmü? Mən bu çıxılanın yerinə 60 çıxaq f yaza bilərəmmi? Yəni fərq. A-nın yerinə də 5f yazıram. Hər birini f-ə gətirirəm. 5f çıxılsın, çıxılanın 60. Burada çıxaq olduğuna görə bu üstə gələk olacaq. Bərabərdir. Aha, cəm 60-dır. Bərabərdir fərqə. Düzdürmü? Mən buradan 6f minus 60 bərabərdir f-ə. 5f bərabərdir 60-a. F də bərabərdir 12-yə. Məndən nəyi soruşur? Çıxılanı soruşur. Çıxılanı soruşursa, çıxılan 60 çıxaq 12-dir. Baxın, çıxılan qiyməti budur. 60-dan 12 çıxanda cavabımız eləyəcək 48 D variantı. 11-ci sual. Əbob A4 2-dir. Əkob A4 36 olarsa A ədədini tapın. A ədədinə biz elə ədəd verməliyik ki, həmin 36-da həmin ədədə bölünsün və 4 ilə həmin ədədin ən kiçik ortaq böləni 2 olsun. Ona görə də bizim sadəcə B variantımız bizim şərtimizə uyğun gəlir. 12-ci sualda hesablamadır. İlk öncə mötərizənin içərisini hesablayaq. 0,2 çıxılsın 0,2, 8, 1, 0, 0. Burada eləyəcək 0,2, 1000-2 bölə 2 vurulsun 0,18. İndi bunları ixtisar eləsək, yəni bunların hər ikisini 1-ə ixtisar eləsək, olacaq nə? 0,002, 0,018. İxtisar eləyəndə bunlar 1, bunlar 9 qalacaq. 2 dəfə 9 da 18 D variantı eləyəcək. Sonra 13-cü sual deyir, 3 rəqəmli ABC ədədi ilə
İki rəqəmli AB ədədinin cəmi. Baxın uşaqlar, burada çətin bir şey yoxdur. Bizə deyilən şərti diqqətlə oxuyun. AB ədədinindir cəmi 1, 9, 591'dir. Buna görə A plus B plus C cəmini tapın. İndi baxın mənə burada. C plus B 11'dir. Düzdürmü? Mən A'ya 4 yazıram. 4 yazıram. A'ya 4 yazsam, bax çünki bu 4, bu 5'i çevirə bilər. Çevirməyə də bilər. Gəl belə yazaq da. A'ya 5 yazaq. Aha. A'ya 5 yazaq. Rəngimizi dəyişək. Hə. A'ya 5 yazaq. B'ye de 3 yazaq. B'ye 3'dürsə C'de 8'dir. İndi 538 üstə gələk 53. 1, 8, 9, 591 A hesabı. Deməli A'mız oldu 5, B'miz oldu 3, C'miz oldu 8, 8 ilə 8 də toplayanda B variantı eləyəcək. 14-cü sual deyir ki, n vurulsun n plus 1 cüt ədəd olarsa, yəni bu ədədə həm tək də verəndə bizim variantımızda, tək də verəndə, cüt də verəndə cüt ədəd olması üçün mən variantları bir-bir yoxlayıram. N-ə 1 versəm 4 olacaq, 2 versəm 5 olacaq. Ona görə A variantı çıxdı. N-ə 2 versəm 4 olacaq, üstə bir gəndə 5, 1 versəm olur. Yəni həm tək həm cüt olduğuna görə şərtimiz ödəmir. C variantında 4n plus 1. Məsələn, n'ə 2 versəm 8 üstə gələk 1, 9'dur. N'ə 1 versəm 5 üstə gələk 1, 6'dır. Ona görə bu həm tək həm cüt olmaz. 3n plus 2. N'ə 2 versəm 8, n'ə 1 versəm cüt ədəd olarsa deyir. N'ə 2 versəm 6, 8, yenə 3 versəm 9. 14-cü sualın cavabı C variantıdır. Biz niyə C variantını xəttləmişik? Neysə düz yazmadıq mı yoxsa? C variantında. N'yi yenə 3 versəm, N'yi yenə 3 versəm 13. N'yi yenə 2 versəm 9. Bəli, budur. Diqqətsiz hesablamışam. C variantıdır. 15-ci sual. Cəmi 19 olan 2 natural ədədin hasilinin ən böyük qiymətini tapın. Cəmi 19'dursa x plus y bərabər 19'dur. Mən burada ən böyük 10'dan 9'u görürəm. 10 plus 9. Düzdürmü? Aha. Və bunların da hasili 10'u 9'a vuranda eləcək 90. Bəli. C variantı. 16-cı sual. 900 ədədindən ən az neçə çıxmaq lazımdır ki, alınan ədəd 6, 8 və 15'ə tam bölünsün. Aha. 6'ya, 8'ə və 15'ə tam bölünməsi üçün variantları yoxlayaq da, variantları. Variantlarda ilk öncə gözümə dəyimi sataşan 60'dır. 960 çıxanda 840, 846'ya bölünür. 8'e bölünür 15'e. 15'e. Aha, 15'e de bölünür. Deməli 900'dən 60 çıxmaq lazımdır. 17-ci sual. Deyir bir qrup işçi bir işi 6 günə yerinə yetirir. Yəni deməli işçimiz X-dır. Günümüz Y-dir. 6 günə yerinə yetirirsə bərabər 6. İşçilərin sayı 50% azaldılırsa 0,5x üstə gələk. İş müddəti 20% artırılırsa 1,2y üstə gələk x. Düzdürmü? Hər hansı bir, yox x deyil. Hər hansı bir ədəddir. Məsələn t yazaq. Bunları birləşdirsəm mən burada alacağım ki 0,6
Y bərabərdir 6-ya. Y də bərabərdir 6'yı bölürəm 0,6'ya eləyəcək 10 A variantı. 18-ci sual. Uzunluğu 24 cm olan AB parçası üzərində M nöqtəsi qeyd edilib. AM və MB parçalarının orta nöqtələri arasındakı məsafə neçə kilometr olar? 12. Burada nə var ki? Ümumi uzunluq 7-dirsə və orta nöqtədən qeyd olunubsa, bunlar da 12 yarıya bölürəm. 24 yarıya bölürəm 12. 19-cu sual. Deyir ki, A1 natural ədədlərdir. A + 2B19 olarsa, aşağıdakı ifadələrin neçəsi hər zaman doğrudur? Aha, A tək ədəddir. A-ya 3 versəm, 2B 16 edir. Ola bilər. A tək ədəddir. B cüt ədəddir. B cüt ədəd olsa 2 qoysam 4. A bərabər 19 çıxaq 4. Problem yoxdur. Fərhənd hər zaman doğrudur. Bir dəfə cüt, bir dəfə tək qoymalıyam. Düzdürmü? A və B cüt ədədlərdir. Məsələn, A-ya qoyuram 4. B-yə qoyacam 2. Yox, 4 qoyaq hələ. 2B bərabərdir 15. Aha. A cüt olmur. A-ya tək qoyaq. A plus B cüt ədəd ola bilər. A-ya tək qoysam 3 tək elə 2B bərabər 9-a, 2B bərabərdir 6-ya, B bərabərdir 3-ə. Deməli, A A da cütdür, B də cüt təkdir. Bunların cəmi cütdür. Hər zaman doğrudur. A ədədi B-dən kiçikdir. Aha. A ədədi B-dən kiçikdir. Səhvdir. AB hasili tək ədəddir. Düzdür. Bax, bu ifadə düzdür. Həmişə doğrudur deyəndə A variantı bir dənəsi doğrudur. 20-ci sual. Kəsrin sürət və məxrəcin 3 vahid azdır. Bu kəsrin sürət və məxrəcin 1 vahid azaltsaq, kəsrin qiyməti 2-də 1 olar. Deməli, 3 vahid azdır. Məxrəcini o əvvəlki kəsir tapın. 6, 3. Sürət və məxrəcini 1 vahid azaltsaq. Məsələn, A variantını yoxlasam, 3'ü 1 vahid azaldıram 2, 5'də 2. 5'də 2 kəsir 2-də 1'ə bərabər olmur. B variantını 4'ü 1 vahid azaldıram 3, 6'da 3. Baxın, 4'ü 1 vahid azaltdım 3. 6'da 3 kəsirinin ixtisariyəndə təbii ki 2-də 1 alınacaq. Ona görə də B variantı. Riyaziyyat hissəmizin sonuna gəldik. Ümid edirəm hər biriniz başa düşdünüz. İnşallah məntiqlə qarşınızda olacağım.